Ladies and gentlemen, please welcome the President of the Republic of Azerbaijan, İlham Aliyev, Chair of Baku 2015 and the First Lady of the Republic of Azerbaijan, Mehriban Aliyeva, and the President of the European Olympic Committees, Patrick Hickey. Hanımlar ve canablar, karşılayın Azerbaycan Respublikası'nın Prezidenti, Canab İlham Aliyev. Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Aliyeva. Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi bir mötəbər tədbir, 1-ci Avropa Oyunları Beynəlxalq İdman İctimaiyyətinin diqqət mərkəzindədir. 1-ci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir güşəsini gəzib dolaşaraq oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Ladies and gentlemen, please welcome the President of the Republic of Azerbaijan, İlham Aliyev. Hanımlar ve canablar, karşılayın Azerbaycan Respublikası'nın Prezidenti, İlham Aliyev. Hürmetli Avropa Olimpiya Komitəsinin Prezidenti Cənab Patrick Hickey, hürmetli hanımlar ve canablar, əziz dostlar. 2012 yılın sonunda Avropa Olimpiya Komitəsi 1. Avropa oyunlarının Azerbaycan'da geçirilmesi hakkında karar kabul etmiştir. Bu tarihi bir karar idi çünkü başka gite oyunlarından farklı olarak Avrupa'da oyunlar hiç vaxt keçirilmemiştir. Bu Azerbaycan'a Avropa Olimpiya ailesi tarafından gösterilmiş büyük etimat idi. Bu karara göre Avropa Olimpiya Komitəsine ve onun prezidenti Cənab Patrick Hickey'e Azerbaycan xalqı adından öz minnətdarlığımı bildirmək istəyirəm. Bu karar bizi çok sevindirdi. Azerbaycan halkını sevindirdi. Bu bizim için hem büyük şeref idi hem de büyük məsuliyyət. Ve vaxtımız da məhdud idi. Ona göre biz dərhal işe başladık. Təşkilat Komitəsi yaradılmıştır. Ve bu müddət ərzində Təşkilat Komitəsi çok fəal ve büyük uğurla işlədi ve bugün deyə bilərəm ki, Azerbaycan ve Bakı şəhəri bu oyunların keçirilmesi için tam hazırdır. Təşkilat Komitəsinə bu yüksek faaliyete göre öz minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda beynəlxalq ve yerli mütəxəssislərdən ibarət Beynəlxalq Əməliyyat Komitəsinə də öz minnətdarlığımı bildirirəm. Onların da faaliyeti təqdirə layiqdir. Və əlbəttə biz daima Avropa Olimpiya Komitəsinin dəstəyini hiss edirdik, bugün de bunu hissedirik ve beləliklə oyunların hazırlaması için bütün meseleler öz həllini tapmıştır. Ben şəxsən hesab edirəm ki, bu oyunların Bakıda keçirilməsi hakkında qəbul edilmiş qərar bir neçə amillə bağlıdır. İlk növbədə idmançılarımızın uğurlu çıxışı bunu mümkün etmiştir. Son yay Olimpiya oyunlarında Azerbaycan komandası 30. yere layık görülmüştür. Avropa ülkeleri arasında ise biz 15. yere yükselmişik. Aynı zamanda Azerbaycan'da güzel genç nesil yetişir. Genç idmançılarımız da bizi sevindirir. Geçen yıl yeni yetmelerin Olimpiya oyunlarında Azerbaycan komandası 10. yere yükselebilmiştir. Bu tarihi nailiyyətdir.
Bununla beraber Azerbaycan'da son yıllar ərzində müasir idman infrastrukturu yaradılmıştır. Azerbaycan bölgelerinde 40'tan çok Olimpiya idman merkezleri yaradılmıştır. Ve Bakı şehrinde bizim bütün yaradılan ve esaslı şekilde temir edilen idman obyektleri en yüksek standartlara cevap verir. President Aliyev, accompanied by First Lady Aliyeva and President Hiki, will now capture the Baku 2015 European Games flame. Birinci Xanım Mehriban Əliyevanın ve Avropa Olimpiya Komitəsinin prezidenti Cənab Patrick Hickinin müşahidi ilə Prezident İlham Əliyev Bakı 2015 Avropa oyunlarının məşəlini alovlandıracaq. President Aliyev will now entrust the flame to the first Baku 2015 European Games torchbearer, Olympic gold medal champion Rafiga Shabanova. İndi isə Prezident İlham Əliyev alovu Bakı 2015 Avropa oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rafiga Shabanova'ya öldürəcək.
Beləliklə də 1-ci Avropa oyunlarının məşəlinin səyahəti başladı. Estafedə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda alov festivalının keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə içəri şəhərdə gəzdiriləcək. İyunun 10-u Məşəl proqramının son günü olacaq və Bakıya qayıtmazdan öncə təxminən 5500 kilometr məsafə gətirəcək. 660 mm hündürlüyü olan Məşəlin gövdəsi Bakı 2015 brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi oyunlarda iştirak edən